Vaxtınız xeyirli olsun dəyərli müştərilərimiz. Bilgəh kəndindən hamınızı salamlayıram. Bilgəhdə Damla Şahlıq Sarayının yaxınlığında əsas yoldan 950 metr aralı məsafədə 7,7 torpaq sahəsinin üzərində inşa olunmuş 220 kvadrat metr olan 4 otaqlı tam olaraq şəxsi tikili evimiz təcili satışa çıxarılıb. Evimiz tam yüksək keyfiyyətlə, yəni tikilib və təmir olunub. Sahibi yəni nə qədər lazımdır pul buraxıb. Həyət gördüyünüz kimi betondan döşənilib, həyətində trap var. Trapın əlavə şambosu qazılıb. Həmçinin belə deyək də evin 2 ədəd şambosu var. Burada əkin əkmək üçün və yaxud da hovuz üçün belə bir boş torpaq sahəsi saxlanılıb. Ora 12-nin 3.57-dir. Bura söhbətgah kimi və yaxud da bisetka kimi nəzərdə tutulub. Buranın qabağını hava yığmaq olar. Qaz, su, işıq, bütün kommunal xəttləri mövcuddur. Evimiz yerdən belə deyək 7-8 daş köçürüldü və burada motorxana nəzərdə tutulub. Bu plaşatkada 16 tonluq su basenisi var və mən arxa tərəfə də sizə izah edeyim. Həyətin hər bir tərəfində kamera sistemi quraşdırılıb. Bu televiziya antenasının toklarıdır. Arxada belə bir əkin üçün yerimiz var. Hovuzu arxaya da salmaq olar. İndi müştərilər öz zövqünə uyğun necə istəsə eləyə bilər. Burada sanuzelimiz yerləşir. Arxa hissədə kladovka və heyvan saxlamaq üçün belə deyək tövlə nəzərdə tutulub. Həyətində də müxtəlif növ bar verən meyvə ağacları var. Keçək evlə sizi tanış eləyim. Qeyd etdiyim kimi bu hissədə 16 tonluq su anbarımız var və fasadda burada setka ilə yığılıb. Yəni elə özəlliklər var, mən də tam özüm də bilmirəm, amma ev sahibi yəni deyib, onları xüsusi çatdırım. Buradan keçirik evimizin mətbəxinə. Bura evimizin mətbəxidir. Hündürlüyü 3 metrdən çoxdur. Bütün dok sistemi çəkilib. Müəyyən təmir tamamlanmış işləri qalıb evimizin. Bütün otaqlar, dəhliz və sanuzel hissəsi hamısı isti döşəmə nəzərdə tutulub. Həmçinin